Əziz izləyicilər, indi texnologiyanın get-gedə inkişaf eləməsi ilə cihazların kiçilməsi, bir cihazın həddən artıq çox iş görə bilməsi və texnikanın get-gedə maraqsızlaşmasından danışacağıq. Əvvəllər bir video çəkmək üçün ilk öndə bir video kameraya ehtiyac var idi. Bu video kamera olduqca böyük idi. Təqribən bu uzunluqda, bu genişlikdə çiynə qoyulurdu ki, ağırlığı daşına bilsin. İndiki telefonlar kimi iki barmağımızla tutacaq qədər yüngül deyildi. Onların da böyük olması həm mərcəklərdən, həm də kasetdən asılı idi ki, onların içindəki böyük kasetlər bu boyda təqribən onun içinə yerləşə bilməliydi. Kaset içinə taxılır, yazdırıla bilirdi. Kaset böyük, indiki SD kartlar kimi kiçik deyildi. O kaseti götürüb bir kaset oxucuya, o da təqribən bu böyüklükdə, böyle göstərək, hündürlüyü bu qədər olan böyük aparat idi. Bu aparatı da böyle bir televizora qoşmalıydım. O vaxt televizorlar indiki kimi ayna qədər incə deyil, həddindən artıq uzun, CRT dedikləri katod ışıq tublarından istifadə edərək görüntünü ekranda almamıza imkan sağlayırdı. Onu kaset oxuducunu buna qoşulurdu və video oxudulurdu. Bir videonun oxuması üçün, bir videonun çəkilməsi və oynatılması üçün 3 dənə aparatdır ki, bu aparatda üst-üstə qoysan, böyük ehtimalla mənim boyum keçəcəkdir. İndi çip texnologiyada dediyimiz kimi kiçik bir telefon, təqribən 5.3 inç boyunda, cibimə də yerləşəcək, 2 barmağımla tuta biləcəyim bir cihazdır. Əvvəlki kimi maraqlı deyil. Əvvəllər texnologiya bir qədər daha maraqlı idi.